İlk dəfə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanılır. Artıq bu istiqamətdə müvafiq prosedurların icrası həyata keçirilir. Qeyd edək ki, 2023-cü ilin noyabr ayında Aktellara Setnexodnadzor arasında Azərbaycandan Rusiyaya quşçuluq məhsullarının əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub və bu həmin ildən etibarən ərzaqlıq yumurtanın ixracına başlanılıb. AQST tərəfindən Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub. Azərbaycan istehsal olan məhsullar var ki, artıq onlar bir çox digər, yəni ənənəvi olmayan ölkələrə də ixracına start verilmişdir. Azərbaycan artıq bir neçə heyvan xəstəliklərindən, quş qripindən azad statusu almışdır və bu da nəticədə Azərbaycandan ixrac olunan quş əti məhsullarının ixracına bir təkan olmuşdur.